Mən biznesimə 3000 manatla bir binanın 19-cu mərtəbəsində başlamışam. Həyatımı heç kimə görə qurban verə bilmərəm. Buna mənim uşaqlarım da daxildir. Pullu qoca olmağı planlayıram. Uşaqlarıma yük olmaq istəmirəm. İşim məni elə hala gətiribdi ki, mən planlı olmadan influencer olmuşam. Gördüm ki, insanlar mənim ailəmi görəndə, yoldaşımın mənə olan hədiyyəsini görəndə izləmə artır, like sayı artır. Mən sosial şəbəkədə görünən hər şeyi fake hesab edirəm. Özümə hörmətim var, İlhamə xanım. Özümə hörmətim var. Özümü çox sevirəm. Mən Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişəm, amma ömür boyu dərslər də, sonrakı iş həyatımda laboratoriyanı izolyasiya olunmuş mühit hesab etmişəm və orada sıxılmışam, ta ki özümün içimdəki o yaradıcılığı kəşf eləyənə qədər. Və bir anda başa düşdüm ki, işimi sevmirəm və yaşımın çox gənc çağındayam və çox gənc ana olmuşam mən, 19 yaşında. Ailə qurmuşam, 20 yaşında ana olmuşam və bir anda anladım ki, mən faydalı deyiləm. Özümü tanımaq yoluna çıxdım və yolda başa düşdüm ki, mənim ruhum nə istəyir. Mənim ruhum faydalı olmaq istəyir və qəribə də bir kişidən asılı olma qorxularım var. Bunu həll etməyə çalışıram indi də terapiyalardan, yoldaşımdan, atamdan. Anam ev xanımı olub və anam mənim iş həyatına atılmağımla iş həyatına atılıb və anamın sonrakı potensiallarını gördükcə bu məni daha da qorxudurdu. Məsələn, anam gənc yaşda işləsəydi əgər, çox məhsuldar bir xanım olardı və daha başqa yerlərdə olardı. İndi yaşına baxmayaraq şirkət idarəçisidir. Çox gözəl. Birdən manual idarə etmir. Bunu çox, yəni yaşının üzərində inkişaf yolu keçir. Onunla fəxr edirəm. Yəni ailədə baş verən bu prosesdə məni bir kişidən asılı olmaq qorxusu aşılamışdı və öz işimi qurmaq istədim. Başda dəstək olmuşdularmı? Olmamışdılar. Bunu bütün müsahibələrimdə deyirəm. Atam da inciyir, yoldaşım da inciyir. Yəni bu reallıq idi. Başda mənə dəstək olmamışdılar. Hətta yoldaşım bir gün ailə yeməyində atama dedi ki, siz Allah qoyun. Öz pulu var biraz. Getsin özü batırsın. Bizdən bilməsin. Öz pulunu batırsın, görsün ki, iş qurmaq asan deyil. Bir ay bitir, Aynur yığışıb evə gəlmir, 2 ay bitir, 3 ay bitir. Ailədə sual yaranır. Yəqin ki, xərcləri ödəyir ki, biznesi bağlamır. Və beləliklə mən iş həyatına atıldım. Yəni illərdir də o pulu batırmamısınız. O pul batmıyor illərin. Əksinə çoxalıb və ikinci biznesə keçir. Qadın qadının düşmanıdır kimi frazalar var. Bizdə yox, bu bütün dünyada var. Buna inanırammı? Həyatımın bəzi anlarında həyat mənə bunu inandırır. Amma idraklı şəkildə inanmamağa çalışıram. Həyatıma bunu çəkməməyə çalışıram. Amma bəli, bunu mən öz podkastımda psixoloqla da danışmışdım ki, niyə xanımlar məsələn fit bir xanım görəndə düşünür ki, o əməliyyat etdirib və yaxud uğurlu bir xanım görəndə onun arxasında bir kişi var, özdə leqal yox, illegal bir kişi var. Yəni başqa adam var onun arxasında. Yoldaşı da ola bilməz. Bu kimi mövzular olur. Mən ümumiyyətlə həyatımla bağlı çox gözəl ssenarilərlə rastlaşıram bəzən, özümün də xəbərim olmadan öz həyatımla bağlı məlumatlar əldə edirəm insanlardan. Bu ona görədir ki, onun daxilində yatmış bir potensial var. Bunu çıxartmaqdan qorxur və ya tənbəllik çıxartmır. Sən deyir ki, ay qız, mən onları eləyə bilmərəm. Bu eləyir deyə qabağa gedir. Elə deyil. Bu müsahibəyə mənim yoldaşım da baxır, atam da baxır, ailəmin digər fərdləri də baxır. Mən biznesimə 3000 manatla bir binanın 19-cu mərtəbəsində başlamışam. Hətta mənim atamın yetəri qədər imkanı var idi. Mən şəhərin mərkəzində bir məkan icarəyə də götürə bilərdim. Mənə dəstək olmamışdılar. İlk biznesimi idraklı mı qurmuşam? Xeyr, idraklı qurmamışam. Kör təbii qurmuşam. Sadəcə idraklı formada davam etdirdiyim üçün uğurlu alınıbdı. Digəri isə idraklı, şuurlu şəkildə biznes planla qurulubdur. Bəli, xanımlarımızda bu var. Bunun üçün insan nə etməlidir? Bunun üçün insan həyatının bir anında başa düşməlidir ki, onun tək məşğuliyyəti özü olmalıdır. İnsan özü daxili aləminə baxanda, özü ilə məşğul olanda istər-istəməz həyatdakı missiyasını tapır və o missiyanı bəsləmək üçün çalışır. Mənim missiyam faydalı olmaqdır. Mən bəslənirəm bundan ruhən.
faydalı bir işin bir parçası olmaqdan bəslənirəm ruhən. Bu mənim həyat enerjimi dinamikada saxlayır. Başqalarına vaxtım olurmu? Olmur. Çünki artıq həyat mənə başqaları ilə məşğul olma şansı vermir. Belə xanımlara çox üzülürəm. Mən yaxşı ana olmağa çalışıram. Nə qədər bacarıram bilmirəm. Yaxşı xanım olmağa çalışıram. Yaxşı rəhbər olmağa çalışıram. Amma mən özümlə məşğul olmalıyam. Yaxşı ana ola bilməyim üçün özümlə məşğul olmalıyam. Mənim özümə aid bir zamanım olmalıdır. Bu egoizmdirsə, mən egoist olmağı seçirəm. Bizdən əvvəlki nəsil necə suçluyur? Məsələn, mənim də anamın mənə bəzən suçladığı vaxtlar olub ki, nətər anasan sən? Sən qonaqlıqdasan sən. Mən o qonaqlıqda özümü xoşbəxt hiss edirəmsə, mən uşaqlarıma gedib xoşbəxt, enerjili bir ana olaraq o frekansı yayıramsa, bitdi. Məsələ bundan ibarətdir. Çox çətindir. Desəm ki, asandır, çox çətindir. Zamanı bölmək bəzən çətin olur. Kənardan istəmirəm belə görünsün ki, ay Allah, bu da hər şeyi bacarır. Yox, yetərsiz olduğum vaxtlar olur. Özümü günahlandırdığım, depressiyaya düşdüyüm, tükəndiyim vaxtlar olur. Amma özümü yaxşı tanıdığım üçün o vaxtlarda özümü necə çıxardacağımı bilirəm. Çatdırmağa çalışıram, çünki bu şəkildə xoşbəxt olurum. Bu həyata özüm üçün gəlmişəm. Həyatımı heç kimə görə qurban verə bilmərəm. Buna mənim uşaqlarım da daxildir. Mən düşünürəm ki, sağlamı budur. Bütün qadınların beyin olaraq düşüncəsi bu olmalıdır. Onda xoşbəxt qadın olur. Xoşbəxt qadın, xoşbəxt ana deməkdir. Xoşbəxt ana, xoşbəxt uşaqlar deməkdir və xoşbəxt ailə deməkdir. Uşağa bir investisiya kimi baxıblar. Mən bizdən əvvəl qınayırammı, qınamıram. Onlar da gördüklərini götürüblər. Bir investisiya kimi baxıblar. Mən buna baxıram, bu da qocalanda mənə baxacaq. Mən çox sağlam qocalacağıma inanıram. Qocalanda pulum olacağına inanıram və mənə uşaqlarıma belə bir yük yükləmirəm, belə bir məsuliyyət yükləmirəm. Hətta onlara deyirəm ki, azad ol, xoşbəxt olmağı seç. Heç vaxt məni düşünmə. Sən xoşbəxt olduğun zaman mən xoşbəxt olacağam. Mən də əlbəttə ki, mən düzdür, bu günüm üçün yaşayıram, amma sağlam və pullu qoca olmağı planlayıram. Bilmirəm həyat bunu nə gətirəcək, amma bu şəkildə çalışıram. Uşaqlarıma yük olmaq istəmirəm. Doğru bildiyimiz yanlışlar var ki, uşaq tərbiyəsində bu qaydalar lokallaşır. Yəni hər mentalitetə uyğun adaptasiya gedir. Bunun şiddəti çıxardıram. Uşaqlarıma fiziki və ya fiziki şiddətdən ümumiyyətlə söhbət gedə bilməz. Psixoloji şiddəti də kənara qoyaraq, bəli, ara-ara özümü nizamlayaraq tərbiyə metodumda anamın metodlarını əlavə edirəm. Kim böyük-böyük danışıbdırsa onlara buradan deyirəm ki, uşaqlar hamı o cümlələri yeyəcək. Bəzi qaydalar var ki, mentalitet də bizim valideynlərə sırıyıb. Onlar da bizə gördüklərini ötürürlər. Onlara qarşıyam. Məsələn, ancaq qızların sıxışdırılması, namus, qeyrət deyəndə ancaq bütün bu anlayışların qadınların ayaq arası ilə bağlanmağı, bu mənim bir qadın olaraq incidir. Yəni mən bu şəkildə böyütmürəm uşaqlarımı. Oğlumu da o şəkildə böyütmürəm, qızımı da. Və yaxud da evliliyinə qarışan analar, uşağı bir proyekt kimi baxan analar kimi yanaşmıram uşaqlarıma. Çünki uşaq mənim mülkiyyətim deyil. Ayrı bir fərd. Ayrı bir fərddir. Mən hər zaman deyirəm ki, onlar Allahın evladlarıdırlar. Sadəcə bizim vasitəmizlə bu həyata gəliblər. Onlar əmanətdirlər və biz bu əmanəti hazır olmuşuqsa əgər valideyn olmağa, ki mənim yaşartdıqca buna da münasibətim dəyişib, onları sadəcə qorumalıyıq. Son 6 aydır ikisi də yeniyetməlik dövrünə girib. Yəqin ki, mənim izləyicilərim də görər ki, son 6 ayda onlar mənim storimdə yoxdular. Nə paylaşıramsa onlardan icazə alıram və əgər onlar üçün xoş deyilsə bu paylaşımı etmirəm. İşim mənə elə hala gətiribdi ki, mən planlı olmadan influencer olmuşam. Çünki işin bloqeri də özü olursan, müğənnisi də özü olursan, aktrisası da özü olursan. Yəni rəhbərin işini influence gücü varsa, bu əlbəttə ki, bir müsbətdir. İstər biznesdə, istər bütün sahələrdə. Və mən bir müddət sonra başa düşdüm ki, o dalğaya düşdüm
ki, mən influenceram və gördüm ki, insanlar mənim ailəmi görəndə, yoldaşımın mənə olan hədiyyəsini görəndə, uşaqlarımı görəndə izləmə artır, like sayı artır, hər şey artır, evimi görəndə artır. Bir müddət sonra ayıldım ki, mənim səhifəmdə yazılıb Mansur's wife, Melissa's Attila's David's mom. Aynur ayət heç nə yoxdur. O qədər özümü bu tendensiyaya qapdırmışam ki, özümü unutmuşam. Ondan sonra heç bir şəkildə yoldaşımla özəl həyatımı paylaşmıram. Bu mənim üçün məhrəmdir. Əvvəl paylaşmışam, peşmanamı deyiləm. Bu da mənəm, o da mənəm. O da gözəl idi, bu da gözəldir. Amma indi paylaşmaqda narahat oluram, çünki hiss edirəm ki, mən onun şəxsi məkanına da girirəm. Onun sərhəddini pozuram. Məsələn, yoldaşım banka gedir, çəkib göndərirlər. Mən düşündüm ki, bu artıq onun sərhəddini pozmaqdır. Bu mənə görə baş verir. Onların heç bir şəkildə sərhəddini pozmamağa çalışıram. Bir paylaşım edəcəmsə də bunu icazə ilə edirəm. Mən sosial şəbəkədə görünən hər şeyi fake hesab edirəm. İnandırıcı gəlmir heç nə mənə. Ümumiyyətlə bu dünya idraki şəkildə bu formada qurulur və biz laboratoriya dovşanlarına çevrilirik. Tendensiya bizi ora aparır. Bunu paylaş. Daxilimizdə bir boşluq olur, təsdiq olunma boşluğu. Bizi nə təsdiq edir? Həmin an şərhlər, həmin an likelar. Daxilimizdəki o təsdiq olunma ehtiyacını onlar edir. Bu dəfə çox like yığdım. İstər-istəməz insan robotlaşır və o kontenti çəkməli olursan. Mən İtaliyaya getmişdim. İtaliyada başa düşdüm ki, mən bunu niyə edirəm? Niyə bu qədər xüsusi hazırlaşıram ki, hardasa gəlib şəkil çəkdirib bunu post edəcəm? Ondan sonra da səyahətlərə gedirəm. Elə səyahətim var, heç paylaşmıram. Hərçənd ki, səyahət aktivlik gətirir. Elə səyahət və səssiz gedirəm. Məsələn, pasportumu paylaşmadan gedirəm. Çox xoşbəxt oluram. Daxilən o qədər tam oluram. Anı yaşayırsın. Anı yaşayıram. Hətta çevrəmdə də çox seçiciyəm. Mənim xoş enerji verməyən insanlarla dostluq nəyəsə görə dostluq eləyə bilmərəm. Dünyavi məsələlərə görə dostluq eləyə bilmərəm. Daxilən sən indi məni xoşbəxt edirsən, okey. Amma sabah məni xoşbəxt etməsən, xeyr. Özümə hörmətim var. İlhamə xanım. Özümü çox sevirəm, Özümə hörmətim var. Özümü çox sevirəm. Influencer dostunuz yoxdur, bloger yoxsa? Mənim üçün dost anlayışı çox fərqlidir deyə. Yəni çevrənizdə olan tanışınız, Mənim çevrəmdə çox sevdiyim xanımlar var, influencerlar. Çox sevdiyim, çox hörmət etdiyim Şəfəq var, Banu var. Adlarını tək-tək çəkməyim. Çox sevirəm. Onlarla gec-gec görüşürük, amma mən bilirəm ki, o çox yaxşı insandır, ikisi də. Çox gözəl dialoqumuz var. Onlar da mənim o close friend deyilən hissədədirlər. Mən də onların close friend deyilən hissəsindəyəm. Var mənim influencer olan, videolarını çox bəyəndiyim insanlar var. Çox sevirəm. Amma ki, dostluqmu? Axı deyilik. Dost deyilik. Amma dost olmağa yüksək potensialımız var. Həyatımdan çıxartmaq istəmədiyim insanlara çox empatiya quraraq davranıram. Çünki mən qarşımdakı insanı sevirəm və həyatımdan çıxartmaq istəmirəm. Ümumiyyətlə Azərbaycanda, bu sferada, istər dizaynerlər arasında, istər müğənnilər arasında, blogerlər arasında bir adam çıxıb deyə bilməz ki, ilk o başlayıb. Yəni mən. Mən sərhəddim pozulub, mən sərhəddim pozulduğuna görə cavab vermək məcburiyyətində qalmışam. İndi mən nə edeyim ki, qarşı tərəf çox tələb edib ki, mən sərt olum. Bunu mənə kim qadağa eləyə bilər? Kim bunu mənə qadağa eləyə bilər? Heç kim. Peşəkar səhnə insanı, yenə deyirəm, A-sından Z-sinə hər şeyinə diqqət yetirməlidir. Amma etmirsə, bu artıq onun karyerasının özünün arasında olan bir məsələdir. Mən yenə də Damlanı çox sevirəm. Onu çox sevirəm. Keçən dəfə podkastımda da bir onun üstündə mübahisə olmuşdu. Fikirləşirəm ki, Damla karyerasında yaxşı bir dönüş etməyə çalışır. Mən onun bu çalışqanlığını dəstəkləyirəm. Çünki o indi bildiyimiz o Rakata Çikadaların arasında deyil və bunu hamı bilir. Rakata Çikada tayfasının arasında deyil. Bu mənim üçün efir o qədər həssas nöqtəmdir. Efirdəki aşağı məzmunlu verilişlərin bir parçası deyil. Səviyyəsiz mövzuların bir parçası deyil və mən buna görə onu təqdir eləyirəm. Ümumiyyətlə yaxşı işlər görən insanları, öz üzərində yaxşı mənada işləyən insanları təqdir etmək lazımdır ki, onlar daha da həvəslənsinlər. Çox pisə fokuslanmayaq, yəni. Aşağı məzmunlu TV-də aşağı məzmunlu kontent
istehsalçısı, hər biri Azərbaycan xalqının potensial düşmənidir. Yəni bunu deyirəm, arxasında da dayanıram. Çünki bunlar insanların zövqünü korlamaqla məşğuldurlar. İnsanlara bayağı təfəkkürü aşılayırlar. Artıq bayağılığı insanların beyninə sirayət eləyir, fikirlərinə sirayət eləyir. Mən əvvəl düşünürdüm ki, filan kəs bu mahnını oxusa əcəb eləyir, bacarana can qurban deyirdim. O da bunu bacarır, yaxşı eləyir. Bir gün bunu pul qazanır. Onu çağırırlar da. Belə fikrim var idi. Bir gün bir dostum dedi ki, o zövq korluyur. O musiqini korluyur, insanların zövqünü korluyur və yaxşı musiqiçilərə tələbat azalır. Bu demək ki, kütlənin zövqünü korlamağa xidmət edir bu insanlar. O gündən o qədər utandım ki, o fikrimdən ki, o qədər düz deyir ki, mənim o şəkildə düşünməyim egoistlik imiş. Ki, özü bilər. Xeyr. Ona görə dəstək olmuram, verilişimə çağırmıram. Mənim izləyicim üçün maraqlı deyillər. Dinləmirəm və qınayıram özü şiddətli formada. Toy üslubunda olub efirdə də ola bilərmi? Ola bilər də. Yəni bu cür ifaçılar həmişə olubdu. Amma bu qədərmi efirdə yer vermək lazımdır? Bu qədərmi ər mövzularına, ikinci qadın mövzularına, bu qədərmi artıq çılpaqlaşmaq lazımdır? Bu qədər bayağılaşmaq, çox üzr istəyirəm, düşük olmaq lazım. Bu bir ehtiyacdırmı? Yəqin ki, bəli, bu verilişlərin ehtiyacıdır bu. Qınayıram. Mən izləyici olaraq qınayıram. Bir podkast aparıcısı, nə bilim, dizayner, bu vətəndaşın bir vergi ödəyicisi kimi yox. Mən izləyici kimi qınayıram. Mən utanıram. İzləyəndə utanıram. İmiclər bayağı, tendensiyadan xəbərləri yox. Belə bir məsələ var. Məsələn, bizim bəzi müğənnilərimiz də efirə geyinmə bilmirlər. Məsəl üçün səhər verilişinə toy paltarında çıxırlar, səhər efirinə. Yatırım eləmirlər özlərinə. Ancaq üç məmmədlik musiqilərə yatırım eləyirlər. Özlərinə yatırım eləmirlər. Deyim ki, bir əməkdar artist var idi. Bu yaxınlarda bir verilişə çıxıb, səhər saat veriliş 9-un yarısı gedir. Amma o 9-un yarısında olan verilişə belə, necə deyim, ziyafət libası ilə çıxıb. Adam baxanda deyir ki, bu adam səhər tezdən durub necə hazırlaşıb. Yəni məcburdur ki, sən onu geyinib gələsən. Adi bir kostyum, şalvar, yəni geyin çıx, məcburdur. Yəni bilməmək ayıbdırmı? Yox. Öyrənmə. Amma səhnə insanıdırsa öz üzərində işləməlidir, özünə yatırım eləməlidir. Mən bir açıq səhifə seçmişəmsə, bunun bir şəkildə neqativ qarşılığı da var. Məsələn, istənilən bir X1 Südabə adında xanımın girib öz tərbiyəsinə və öz dünyasına uyğun tənqid yazmağı. Öz-özümə düşünürəm. Mən bunu istəyirəm. Məsələn. Okay, mən açıq səhifənin gətirdiyi qazancı qəbul edirəmsə, neqativliyi də qəbul etməliyəm. Amma qarşı tərəf həddini aşmadığı müddətdə və yaxud da təhqirə keçmədiyi müddətdə mən öz adıma deyə bilərəm ki, mənim üçün bu normaldır. Əgər mən ictimaiyyətə açıq bir iş də görürəmsə, podkast kimi, orada çox müxtəlif fikirlər səsləndirirəmsə, çünki bizim insanımız müxtəlif fikirlərə açıq deyil, dəyişimə açıq deyil, ağ qarğalara açıq deyil. Bir də mən insanları qıcıqlandıran paylaşımlar da etmirəm. Çünki hər növ insan var. Evində mənim üçün yenə deyirəm, bütün sosial şəbəkədə görünənlər yalançı, fake-dir deyə izləyici kimi bunu, yəni rəy bildirirəm. Məsələn, hamı çox gözəldir. Hamı arıqdır. Hamı yoldaşı ona sürpriz edir. Hamının sevilən qadındır. Hamının çox pulu var. Hamı səyahətə gedir. Məsələn, mən otursam evdə və məndə bunlar olmasa, mən istər-istəməz daxili bir yetərsizlik yaşayaram insan kimi. Yetərsizlik yaşayan insan neqativ olar. Neqativ olan insanda neqativ rəy yazar, məsələn. O neqativi tökməyə bir yer axtarır. Bir yer axtarır. Dostlar, bu yalançı dünyadır da. Yəni yalançı dünyadır. Mən çox istəyirəm ki, gənclər bununla yetərsizlik yaşamasın daxilən. Çünki bu yalançı dünyadır. Sən özünə fokuslan. Özünə fokuslandıqca o daxilindəki o liderlik qabiliyyətini önə çıxar. Hər şey arxasınca gələcək. Nəyə görə deyirəm qıcıqlanıram, paylaşımlar etmirəm? Çünki mənə bu lazım deyil.
Negativ şey. Yəni mənə neqativ enerji lazım deyil deyə mən qıcıqlandıran paylaşımlar. Yəni yoldaşımın qucağında niyə video paylaşım yataq otağımızdan? Okey də biz 15 ildir bir-birimizi sevirik, hörmət edirik və bu sevgidən 3 uşaq var. Hələ bunların da bir münasibəti var da. Biz niyə bunu göstərək? Yoldaşımın mənə aldığı bir hədiyyə. Mən çox sevindim o məsələn qutunu alanda və yaxud da bu hədiyyəni alanda. Okey. Kimə sübut edirik özümüzü? Kim görsün? Yenə deyirəm, izləyirəm, bəyənirəm. Özümdə bəyənmirəm. Özümə elə gördüyüm zaman bu mən deyirəm, düşükləmə. Özümə deyirəm, ay düşük. Elə deyirəm. Özümü deyirəm, yəni. Yoldaşımın mənə bir böyük sürprizi olmuşdu bir dəfə. Bu real bir şey idi, sürpriz, böyük bir sürpriz idi. Hava limanında və bütün yaxınlarım videomda var idi. Çünki dostlarımız bilirdilər bu baş verəni, kinə baş verəcək və ona görə kənardan çəkirdilər. Çox uzun fikirləşdim ki, çünki çox təbii video idi və mənim orada istər-istəməz çox təbii reaksiyalarım və çox gülməli video idi. Çox düşündüm, mən bunu paylaşım. Sonra dedim, Aynur, düşükləmə. Bu sən deyilsən. Bu mənim özəlimdir, yoldaşımın mənə olan münasibətidir və bu bizim ikimizin arasında bir şey. Mən onu paylaşsaydım, izlənmə, saatlar çox şey ola bilərdi. Amma bu məni xoşbəxt edir? Yox. Amma private qalmaq məni xoşbəxt edir. Paylaşmamağım məni çox bomba qız etmir əslinə qalanda. Onun paylaşmağı da onu aşağı etmir. Mən bunu əsla nəzərdə tutmuram. Hər bir insan individualdır. Mən izləyirəm. Makiyaj videolarına da qızlarım baxıram. Kimin əri ona nə hədiyyə aldığı da qarşıma çıxanda görürəm, baxıram. Mühakimə etmirəm, sorğulamıram. Mənim sorğuladığım özüməm. Mən özümü tənqid edirəm, özümə yaraşdırmıram. Belə bir tədbirlərə gedən geyimin tərzindən öncə tikişi möhtəşəm olmalıdır. Siz sadə geyinin, sadə düz bir don geyinin. Əgər orada lap mükafat da alacaqsınızsa. Amma sizin ayaqqabınız, geyiminizin tikişi çox klass olmalıdır. Çünki orada o qədər kamera sizi çəkir və orada o qədər insanın gözü sizdədir. Belə bir mükafatlandırma mərasimlərində o demək deyil ki, ən fərqli sən olmalısan. Ən dəhşət fərqli sən geyinməlisən. Ən diqqət çəkən sən olmalısan. Mən nəinki o tədbirlərə gedən xanımlar, eləcə də öz xanımlarımızda. Mən bir qadının öz şarmı ilə, öz dişi enerjisi ilə önə çıxmağının tərəfdarıyam. Geyim, saç, dırnaq, makiyaj, aksesuar hər biri sadəcə o enerjini dəstəkləməlidir. O şarmı dəstəkləməlidir. Onun fonunda qalmalıdır, arxasında qalmalıdır. Bizdə məncə anlaşılmayan budur. Çox sadə, dümdüz, sadə parçadan geyim geyinə bilərsiniz, korsetsiz. Amma o qədər gözəl dümdüz tikiş olar, qırış olmaz, gözəl ütülənər, çox keyfiyyətli material seçilər, sadə bir makiyaj edərsiniz, amma qəşəng bir brilliant taxarsınız və yaxud da çox səviyyəli formada sadə bir şey taxarsınız. Siz orada digərlərindən daha çox parıldayarsınız. Çünki qadın olaraq özünün fərqindəsən, enerjinin fərqindəsən və qadın olaraq o enerji ilə oranı manipulyasiya edə bilirsən. Bunu bacaran qadın üçün ölüm yoxdur. İstənilən yerdə işıq saçar, özünün fərqində olan qadından söhbət gedir. İstənilən geyimlə işıq saçar. O orada sport geyimlə də gəlsə, hamını ötər keçər. Çünki vizyonu odur. Amma belə tədbirlərdə hər şey çox olur, risklər alınır. Heç vaxt qaşlı geyinməyən qaşlı geyinir, heç vaxt saçını boyamayan saçını boyayır. Sanki ömür boyu əhd eləyibdir ki, o riskləri orada alacaq. Bu günü gözləyib. Xeyr, nitqlər o qədər dəqiq olmalıdır. Nitqlər üzərində bir peşəkar komanda işləməlidir. Nitqiniz o qədər səlis,
özünə inamlı, özünə inamınızı orada bir neçə gün məşq olunmalıdır özünə inam üzərində ki, sizin nitqiniz də o vizyonunuzu dəstəkləsin, önə çıxartsın. İlk biz görüşəndə Sənivər xanım dedi ki, mən istəyirəm mənim geyimimi siz edəsiz. Çünki keçən il Kəmalə gedəndə mənim çox xoşuma gəlmişdi və heç bir şeyə qarışmıram. Və mənim də ona ilk cavabım bu oldu ki, mən sizi maskulin stildə görürəm. Çünki siz qadın olaraq maskulin enerjidəsiz, ancaq bir içəridə bir dişilik də var. Biz bunu önə çıxardaq. O da dedi ki, sən nə desən, mən razı və uğurlu olun. Hər şey şünasda o qədər böyük adlar var ki, yer-yerindən oynayacaq. O dərəcə. Hə, yer-yerindən oynayacaq. Çox böyük adlar var və bu adlar burada özümlə fəxr eləmək istəyirəm, komandamızla fəxr eləmək istəyirəm. Mete ilə fəxr eləmək istəyirəm. Çünki biz hər birimiz hər şeyşünas daxilində öz işimizi çox layiqincə görürük. Mete çox yaxşı idarəçidir. Mən bəzən Mete deyir ki, sən olmasaydın hər şeyşünas bu qədər uğurlu olmazdı. Mən də ona deyirəm ki, sən olmasaydın bu qədər uğurlu olmazdı. Çünki Mete işin biznes tərəfindədir və o qədər radikal bir biznes beyni və tələbkar bir biznes beyni var ki, mən həmişə deyirəm ki, mən səndən çox şey öyrənirəm hər şeyşünas daxilində. Mən də ona deyirəm ki, sən olmasaydın olmazdı. O da deyir ki, yox, sən bu qədər uğurlu çalışmasaydın, hazırlaşmasaydın olmazdı. Məncə iki uğurlu insanın işbirliyidir hər şeyşünas. Komandamızın hər bir üzvü ilə fəxr edirəm. Çünki Mete onları elə hazırlaşdırıb ki, elə onların üzərində işləyib ki, inanın dəhşət peşəkardırlar.